Ha? Bu mal müstəvidir. Mal müstəvidir bax. Bu mal müstəvinin üzərində alfa, meyl bucaq alfadır. Bu mal müstəvinin üzərində bir cisim olsun belə, M kütləli cisim olsun. Ha, bu cisimə təsirin qüvvələri göstərir. Bu cisimə aşağı istiqamətdə ip paralel təsir edir. Ip paralel təsir edir. Deməli, hərəkətin əksi istiqamətində isə buna deməli, bax, burada ip paralel təsir edir. Bu tərəfə də ip sürtünmə təsir edir. Oldu. Tutaq ki, cisim təcillə hərəkət edir. Təcili də bu tərəfə təcillə hərəkət edir. Deməli, EMA bərabərdir yazacaq. EMA bərabərdir. EMA bərabərdir. Köməkli edən qüvvə, bizim misalda köməkli edən qüvvə F paraleldir. Çıxılsın mane olan qüvvə. F paralel çıxılsın, F sürtünmə. EMA bərabərdir. F paralelin yerinə MG sinüs alfa yazırıq. F sürtünmə də müəyyəndir. Yazırıq müəyyən kosinüs alfa. Bu, mal müstəvi boyunca sürüşən cisim üçün Newton 2 qanunun riyazi ifadəsidir. M-ləri x eləsək A taparıq. A bərabərdir. Minus müəyyən kosinüs alfa. Bu düsturdan görünür ki, baba, A-nın düsturuna M daxil deyil. Deməli, A təcili M-dən asılı deyil. Mal müstəvi üzərində sürüşən cisim A təcili M kütləsindən asılı deyil. Bu biraz çaşdırıcıdır, amma Newton 2 qanununa yazdıraq. Yazır ki, A bərabərdir F bölünsün M. A M-dən nə cür asıldır? Tərs asıldır. Adamı çaşdıran şeydir. Ona görə diqqətdir. A M-dən asılı deyil. Oldu. Bir də belə bir şey var. Əgər müs 0 olsa, burada müs 0 olsa belə yazacaq. A bərabərdir J sinüs alfa. J sinüs alfa yazarıq. Alfanın da yerinə lazım olsa belə yazarıq. Baba J sinüs alfa yazırıq. H-ı bölərik. Bu elə. Yazarıq J, H bölünsün el. Bax, oldu. Deməli bizdə A təcili deməli M kütləsindən asılı deyil.